Eyni zamanda ittihama əsasən Əli Kərimli adı çəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar vermişdir. Partiyanın sədrinin mənəvər saxladı ki, bizim münasibətimizdə olsun. O da bildirdi ki, çalışmaq lazım ki, daha kütləvi şəkildə bu prosesdə biz iştirak edək və kütlərin xalqın səsləndirdiyi şüarlardan fərqli şüarları olmaq üçün onların qanuni baxışını şəhətlər qəblanına çatanda, bu toplaşma olanda Milli Məclisə daxil olub, buranı nəzarət altına götürmək lazımdır və bu istiqamətdə çalışmaq lazım ki, insanların o istiqamətdə yönəlsin və bundan sonra eyni zamanda qanunverici hakimiyyət təsisatı artıq bu hakimiyyətin belirli götürülməsi istiqamətini səydir və eyni zamanda Milli Televiziya qardeşi şəhətdə yaxınlıqda yerləşir və eyni zamanda bu başlıqlarsa sonra o istiqamətdə hərəkət edir.